Böyük günahların əlamətlərindən, yəni məhz işlənən günahın böyük olmasının əlamətlərindən biri də günahın fahişə, həyasızlıq, çirkinlik, iyrənclik iş olaraq adlandırılmasıdır. Yəni, Peyğəmbərimiz s.ə.v həmin günahı fahişəlik, həyasızlıq, çirkinlik və iyrənc iş olaraq adlandırıb ki, bu da böyük günahlardandır. Allah Teala belə buyurur: keçmişdə olanlar istisna olmaqla atalarınızın evləndiyi qadınlarla evlənməyin. Keçmişdə olanlar istisna olmaqla atalarınızın evləndiyi qadınlarla evlənməyin. Çünki bu bir həyasızlıqdır, iyrənc bir əməldir və pis bir yoldur. Demək, Allah Subhanahu Taala'nın və onun Rəsulunun fahişəliklə, həyasızlıqla, çirkinliklə, iyrənc iş olaraq adlandırdıqları günahlar da böyük günahlar sinfinə aiddir ki, məhz buna dəlil Quran-ı Kərimdən ayədə Allah Subhanahu Taala buyurur ki, keçmişdə olanlar istisna olmaqla atalarınızın evləndiyi qadınlarla evlənməyin. Çünki bu bir çirkin bir işdir, bir açıq-aşkar fahişəlikdir, həyasızlıqdır, iyrənc bir şeydir və pis bir yoldur. Bir də günahın böyük olmasının əlaməti həmin günahın şeytan işi olaraq adlandırılmasıdır. Allah və Rəsulu tərəfindən əgər bir günah şeytan işi olaraq adlandırılırsa, həmin günah da böyük günahlar sinfinə aiddir. Allah Subhanahu Taala belə buyurur: ey iman edənlər, şərab, qumar, bütlər, fal oxları, bunlar hamısı şeytan işi olan pisliklərdir. Bunlardan uzaq durun ki, nicata çatasınız, nicat tapasınız. Demək, yəni şeytan işi adlandırılan günahlar da böyük günahlardır. İndi gəlin, baxaq, həm Quran ayələrinə, həm də Peyğəmbərimiz s.ə.v-in hədislərinə açaq qarşımıza qoyaq, oxuyaq. Görək ki, həm Allah Subhanahu Taala bizə nə qədər şeytanın işi olan günahlardan xəbər vermişdir. Həmçinin də Peyğəmbərimiz s.ə.v-dən nə qədər bizə hədislər gəlmişdir ki, o şeytan işi olan günahlardan bizə xəbər vermişdir və bu cür günahlar da böyük günahlar sinfinə aiddir. Günahın və yaxud da günah edənin fasiqliklə adlandırılması, günahkar olaraq adlandırılması da o günahın böyük günah olmasına dəlildir. Allah Subhanahu Taala belə buyurur: leş, yəni ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adına kəsilən heyvanlar, boğulmuş, daşla, ağızla və başqa alətlə vurulub öldürülmüş, yuxarıdan yerə düşərək və yaxud da yuxarıdan aşağı gələrək ölmüş, buynuzlanıb ölmüş heyvanlarla canavarların yediyi heyvanlar və bütlərin yanında pirlərdə kəsilən heyvanlar və fal oxları ilə qismət axtarmağınız sizə haram edilmişdir. Bunlar hamısı
fasiklikdir, asilikdir. Pis bir yoldur. Demək, bu növ günahlara da Allah Subhanahu Taala yəni fasikliklə bildirmiş və bizi bu günahlardan çəkindirmişdir və bu da onu sübut edir ki, yəni bu cür günahlar da böyük günahlar sınıfına aiddir. Böyük günah olmasının, yəni günahın böyük olmasının səbəblərindən biri də, daha doğrusu əlamətlərindən biri də günah işləyənə Allah tərəfindən hərb, müharibə elan olunmasıdır. Allah Subhanahu taala buyurur ki, ey iman edənlər, Allahdan qorxun. Əgər həqiqətən də Allaha inanırsınızsa, əgər həqiqətən də dilinizlə dediyiniz kimi yeri və göy yaradan Allaha inanırıq və bunu qəlbinizlə də təsdiq edirsinizsə, həqiqətən Allaha inanırsınızsa, onda Allahdan qorxun. Əgər həqiqətən Allaha inanırsınızsa, onda əlinizdə olan faizləri tərk edin. Yəni faiz alış-verişlərinizi tərk edin. Əgər faiz haqqında deyilənləri etməsəniz, yəni faizdən əl çəkib Rəbbinizə tövbə etməsəniz, faiz ticarətini bir dəfəlik bağlayıb Rəbbinizə dönməsəniz, Allah və Rəsulü tərəfindən faiz alıb verənlərə və faizlə şərik olanlara və faizlə ticarət edənlərə açılan müharibədən xəbəriniz olsun. Buxaridə Əbu Hüreyrədən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə dediyini rivayet etmişdir. Allah Teala belə buyurdu: kim mənim bir dostuma düşmənlik edərsə, mən də onunla müharibə elan edərəm. Demək, Allahın və Rəsulunun xəbər verdiyi əlamətlərdən biri də, yəni günahların böyük əlamətlərindən biri də Allah və Rəsulü tərəfindən həmin günahı edənə qarşı hərb elan olunmasıdır. Günahın böyük olmasının əlamətlərindən biri də həmin günahı işləyənin lənətlənməsidir. Allah qorusun, Abdullah ibn Abbasın belə dediyi rivayet edilmişdir. Allahın Rəsulü sallallahu əleyhi və səlləm qadınlara bənzəməyə çalışan kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi. İbn Ömərdən belə rivayet edilmişdir. Allahın Rəsulü saçlarına saç əlavə edən, yəni parik taxan, döymə etdirən, bədənlərinə müxtəlif şəkillər döymə etdirən, qollarına cürbəcür döymələr edən və etdirən qadınlara lənət etmişdir. Allah Subhanahu taala bu cür qadınlara lənət etmişdir. Bu da həmin günahın böyük olmasını bildirir.